Karbonazda bugün sadece bir markadan yox, bütöv bir tarixdən danışırıq. Toyota. Bu ad bugün etibarlılıqla sinonimdir. Amma hər şey belə başlamamışdı. 1937-ci ildə qurulan Toyota ilk illərində avtomobil nəhəngi deyildi. Kiçik bir istehsalçı idi, amma fərqli düşüncəsi var idi. Daha az xəta, daha çox keyfiyyət. İllər keçdikcə Toyota sadəcə maşın istehsal etmədi. O, istehsal fəlsəfəsini dəyişdi. Toyota Production System ilə dünyaya göstərdi ki, düzgün sistem qurulsa, həm keyfiyyət, həm də sürət mümkündür. 1970-80-ci illərdə isə Toyota artıq dünyaya açıldı. A, B, Ş və Avropada bazarı sarsıtdı. Səbəb sadə idi. Digər markalar problem çıxaranda Toyota işləməyə davam edirdi. Corolla, Camry, Land Cruiser. Bu modellər artıq sadəcə maşın deyil, etibarlılıq simvoluna çevrildi. Bəziləri deyir Toyota darıxdırıcıdır. Amma eyni adamlar illərlə problemsiz sürəndə bunun səbəbini anlayır. Toyota heç vaxt ən sürətli, ən dəbdəbəli olmaq üçün yarışmadı. Onlar başqa şeyi seçdi. Uzun ömürlülük və etibar. Və bu strategiya onları dünyanın ən böyük avtomobil istehsalçılarından birinə çevirdi. Bugün bir çox marka texnologiya ilə yarışır. Amma Toyota hələ də bir sualla qalır. Bu maşın 10 il sonra da işləyəcəkmi? Səncə Toyota'nın bu qədər uğurlu olmasının əsas səbəbi nədir? Keyfiyyət, sadəlik, yoxsa illərin qazandırdığı etibar?